3 dənəsinə də baxarsınız. Bu dərs asan dərsdir, yəni rahat dərsdir. Orada məsələləri lap gələn dərs izah verərəm. Yəni hamı iştirak eləyər, lap onda izah verərəm. Bizim bugünkü dərsimiz dərs 15, PDF 15, 16, 17-dən ibarətdir. Və orada məsələ həllərinə də sonra baxarıq. Kimyəvi reaksiyaların təsnifatı, istilik effekti, əmələ gəlmə və yanma istiliklərindən bugün söhbət edəcəyik. Ümumiyyətlə nədən söhbət gedir burada? Bizim kimyəvi reaksiyanı təsnif eləyəndə 4 yerə təsnif edirik. Birləşmə, parçalanma, əvəz etmə və mübadilə reaksiyaları. Mən indi ayrılıqda hərəsinə aid nümunələrlə sizə izah verəcəm. Çalışacağım ki, biraz ümumiləşdirim ki, sən saat 10-da dərsə girməlisən, yox 5 dəqiqə gecikə bilərsən. Onsuz da mənim də zaten sonra dərsim var. İndi məsəl üçün deyirəm ki, birləşmə nədir? Bəsit maddələrdən nə əmələ gəlir? Mürəkkəb maddə. Sonra bəsit maddələrdən, mürəkkəb maddələrdən yenə mürəkkəb maddə. Sonra mürəkkəb maddədən yenə mürəkkəb maddə əmələ gəlir. İndi mən bunlara aid nümunələr yazım ki, bu nə deməkdir? İndi bu birləşmə reaksiyasıdır. Birinci mən nəyi dedim? Kimyəvi reaksiyaların təsnifatında birləşmə reaksiyalarından nümunələr çəkirəm və necə yarandığını izah edirəm. Məsəl üçün, bəsit deyir. Yazıram kalsium üstəgəl O2 alınır nə? Kalsium oksid. Yəni, bu bəsitlərdən əmələ gəldi. Bir də yadımızda saxlayaq ki, birləşmə reaksiyaları ümumiyyətcə bəsit varsa reaksiyanın əvvəlində və ya sonrasında bu reaksiyalar həm də aiddir oksidləşmə, reduksiya reaksiyalarına. Yəni, bu nə deməkdir? Oksidləşmə dərəcələrinin dəyişməsinə gedən reaksiyalardır. Bəsit maddələrdə də mütləq həmişə oksidləşmə dərəcəsi 0 olur və birləşmənin tərkibində artıq alış-veriş yarandığına görə orada oksidləşmə dərəcəsi dəyişir. Ona görə bunu aid edirik oksidləşmə dərəcəsinin dəyişməsinə gedən reaksiyalara. Məsələn, burada 0-dılar, artıq müsbət 2, mənfi 2. Burada oksidləşmə dərəcəsi dəyişdi. Bu da avtomatik hara gedir? Oksidləşmə dərəcəsinin dəyişməsinə gedən reaksiyalara. Sonra mən deyirəm ki, məsələn, burada mürəkkəb yazmışam. Bir dənə mürəkkəb alınıb. Ona aid yazıram kalsium oksid üstəgəl su. Alınır bu kalsium hidroksid. Əhəngin söndürülməsi reaksiyası da sönməmiş əhəngdən suyun reaksiyası ilə sönmüş. Bəli, qızım. Ekranınız mənim görüşüm yazırsınız nəsə? Hə, yazıram. Görsənmir, Zeynəb? Yəni ekran var, prosto yazdığınızı görüm. Mən axı səhərdən yazıram axı. Məndə deyil. Səhərdən bəs mən burada izah verirəm, görsənmirdi dərs sualların izahını. İndi görsənir. Görsənir. Bəs heç nə eləməmişim valla. Hə. Deməli bax, bəsitlərin... Hə? Qayd edirəm, bəli. İnşallah problem yaranmaz. Hə, qayd edirəm. Deməli, bəsit mürəkkəb alındı. Mürəkkəb alındı. Burada oksidləşmə dərəcə dəyişmədi. Yəni, oksidləşmə dərəcəsinin dəyişməsinə getmədi. Sonra deyirəm bəsit və mürəkkəb. Bəsit və mürəkkəbə nə yaza bilərəm? Məsəl üçün, NO2 üstəgəl, O2 üstəgəl, H2O. Buradan alınır HNO3. Yəni, bir dənə bəsit gördüm. Qalanları mürəkkəbdir. Bir dənə mürəkkəb maddə. Yəni, birləşmə reaksiyasına nümunədir. Və bu da oksidləşmə dərəcəsinin bəsit olduğuna görə dəyişməsinə gedən reaksiyada hələ ki onu biz keçmirik. İnşallah ki, gələcək dərsimizdə keçəcəyik. Sonra... mürəkkəbə yenə misal göstərə bilərəm. Kalsium oksidin üzərinə gəlirəm nə? CO2. Bax, kalsium oksid üstəgəl CO2. Yəni, 2 dənə maddədən nə alınmalıdır birləşmə reaksiyasında? Bir dənə mürəkkəb maddə alınmalıdır. Yəni, buna sintez də deyilir. Yəni, bir neçə maddənin neynirlər? Bir yerdə bir maddə əmələ gətirirlər. Bu da sintez reaksiyası adlanır. Bunu da yadımızda saxlayaq. Bir də nəyi yadımızda saxlayaq? Bayaq kalsium oksidin su ilə reaksiyasını yazdım. Mən hansı oksidləri su ilə reaksiyasından birləşmə reaksiyası ala bilərəm və yaxud da gedə bilər? Yadımızda saxlayaq nəyi? Kalsium oksid, yəni qələvi metallar və qələvi torpaq metalların oksidlərinin mən su ilə reaksiyasını yazıb birləşdirib buradan əsas ala bilərəm. Amma dəmir oksid üstəgəl su bu reaksiya getmir. Yəni ki, orada başqa oksid gördünüz, dəmir oksid, sink oksid. Biz bilirik ki, ancaq adi şəraitdə
metalları da həmçinin reaksiyaya daxil olur su ilə. Ancaq qələvi və qələvi torpaq metalları onlar da yəqin ki tanıyırıq. Sonra, məsəl üçün sənə sual verilə bilər ki, kalsium oksidin su ilə reaksiyasını apardın. Buradan aldın kalsium hidroksid, bu adi şəraitdə gedir və hidroksid yox, qələvi əmələ gətirir. Suda həll olan əsas. Bunun suda məhlulunu hazırlamaq mümkündürmü? Bax bunu. İkisinə də aiddir. Hansını suda məhlulunu hazırlamaq mümkündür sualı verilsə, deyirsiniz ki, müəllimə, hansı ki su ilə gedir reaksiya, yeni bir maddə əmələ gəlir, biləşmə əmələ gəlirsə, onun məhlulunu mən hazırlaya bilmərəm. Amma dəmir oksidin su ilə reaksiyası getmir və bunun məhlulunu mən nə edə bilərəm? Hazırlaya bilərəm. Həmçinin xlorlu su var. Xlorun su ilə reaksiyası. Burada alınır H-xlorid və H-xlor-O, hipoxlorid. Bu reaksiyandan suda məhlulunu hazırlaya bilmərəm. Çünki xlor suda həll oldu, yeni birləşmələr əmələ gəldi. Və yaxud da flor suda yanır. Suda yanır, nə əmələ gətirir? H-florid və oksigen qazı əmələ gətirir. Bunu da mən nə edə bilmərəm? Hazırlaya bilmərəm. Bu, deməli, əsas oksidlərin su ilə reaksiyasını bildik. Suda həll olan metalların oksidləri olmalıdır. Sonra turş oksidlərindən yeganə turş oksididir ki, suda həll olmayan hansıdır? Silisium dioksid. Hansı ki onu su ilə reaksiyası yoxdur. Yəni onun turşusunu dolayı yolla alıram, metasilikat turşusunu. Amma fosfor 5 oksid suda həll olur. Əmələ gətirir, 3 cürə turş əmələ gətirir. İndi onu da yazacağam, onu da deyəcəm. 0 dərəcədə HPO3, tutaq ki 100 dərəcədə H3PO4 orta fosfat, burada metafosfat alınır 0 dərəcədə. Sonra 20 dərəcədə də pirofosfat turşusu əmələ gəlir və bunu da yadımızda saxlayaq. Sonra bəzi turş oksidləri, məsəl üçün sənin sual verərlər ki, xlor 7 oksiddir. Burada hansı turşu alınacaq? Mən baxıram ki, xlor burada 7 valentlidir, müsbət 7 oksidaşma dərəcəsinə aiddir və xlorun da ən maksimum oksidaşma dərəcəsi perxlorat turşusundadır. Deməli, burada perxlorat turşusu əmələ gələcək. Və yaxud da sənə sual verilər ki, SO2 ilə, SO3 ilə və yaxud da SO2 ilə nə əmələ gəlir? Deyirsən ki, müəllimə, SO3 ilə burada müsbət 6-dır və ya 6 valentlidir və burada nə əmələ gələcək? Sulfat turşusu əmələ gələcək. SO2 ilə isə 4-dür, burada əmələ gələcək sulfit turşusu. Bu reaksiya dönərdir, çünki əmələ gəldiyi anda da parçalanır. Həmçinin CO2-nin də su ilə reaksiyası var ki, onsuz zaten karbonun bir dənə turşusu var. Karbonat turşusu bu reaksiyada dönərdir və əmələ gəldiyi anda turşu anhidridlərinə, yəni CO2 və suya parçalanacaq. Yəni bunu da yadınızda saxlayın. Və yaxud da sənə sual verirlər ki, manqan 7 oksiddən hansı turşu əmələ gəlir? Manqanın neçə dənə oksidi var? Burada müsbət 7-dir və permanganat H manqan O4 turşusu əmələ gəlir. Bunu da bir mənalı şəkildə yadımıza salın. Bu birləşmə reaksiyalarına nümunələri idi. Bura qədər aydın oldu mu? Nəyi izah elədim? Nəyi başa düşdünüz? Nəyi başa düşmədiniz? Başa düşdünüzmü? Yəni nümunələr çəkdim sizə. Sonra məsəl üçün sizə sual verirlər ki, bu qədər indiyə qədər yazdıqlarım var idi. Su ilə reaksiyalar, birləşmə reaksiyalar, kalsium oksidin su ilə reaksiyasından bir dənə maddə əmələ gəldi və yaxud da turş oksidini, hansı ki silisium oksiddən başqa digər yerdə qalan turş oksidlərinin su ilə reaksiyasından bir dənə maddə əmələ gəldi. Yəni ona uyğun turşular əmələ gəldi. Bu reaksiyalara su ilə reaksiyalara hidratlaşma reaksiyaları deyilir. Və bunu da bir mənalı şəkildə yadınızda saxlayın. Hidratlaşma su ilə, bax bu birləşdirdi. Bu nə deyildi? Hidratlaşma və yaxud da kalsium oksidin su ilə reaksiyasına nə deyildi? Hidratlaşma reaksiyası deyildi. Sonra sizə sual verilə bilər ki, məsəl üçün deyilə bilər ki, natrium karbonatdan mən almalıyam turş duz. Natrium karbonatın üzərində bir dənə də karbon qazı gəlirəm. Karbon qazını açıq şəkildə yazdım. CO2 və su. Çünki dedim, karbonat turşusu parçalanır əmələ gəldiyi anda. Və bundan nə əmələ gələ bilər? Natrium hidrokarbonat. Yəni, karbonat turşusunun bir dənə turş duzu var. Bir dənə qalığı var. O da hidrokarbonat, turş duz qalığıdır. Onu da natrium karbonatın üzərinə bir dənə də karbonat turşusu gəlməklə ala bilərəm. Bunu da yadımızda saxlayaq ki, yəni diqqətli olaq. Belə suallar mütləq şəkildə düşür. Tutaq ki, sənə sual verər ki, natrium xlorusuna H-xlor bu reaksiya gedərmi? Deyirsiniz ki, yox müəllimə, niyə? Çünki xlorid turşusu bir əsaslı turşudur. Bunun mən burada digər turşu qalığı olmadığına görə bu reaksiya neyəcək? Getməyəcək. Və yaxud da kalium nitratın üzərinə HNO3
Gedirmi bu reaksiya? Getməyəcək. Çünki zaten nitrat turşusu bir əsaslı turşusudur. Amma desəm ki, kalium sulfatın üzərinə HCSO4 gedirmi? Bəli. Mən deyirəm HCSO4 iki əsaslı turşusudur. Onun bir dənə qalığı var. Turşduz, hidrosulfat və burada nə əmələ gələcək? Kalium hidrosulfat əmələ gələcək. Bura qədər aydın oldu mu? Başa düşdükmü bu nə deməkdir? Yəni birləşmə reaksiyalarının üzvü kimyasına keçəcəm. Aydın oldu? Yəni bütün bir mənalı şəkildə yadımızda saxlayaq ki, yəni bilək ki, nədən söhbət gedir. Tutaq ki, sizə alkanlar, bax ümumi deyirəm ha, ümumiləşdirib danışıram. Dünya ədəbiyyatı deyil, kimyanı ümumiləşdirib danışıram. Deyirəm alkanlar. Birinci gəlir üzvü kimyada alkanlar. Alkanlar zaten hamısı doymuş haldadır. Sigmadır, təqqatdır. Hidrogen özlərinə birləşdirmirlər. Alkanlardan sonra gəlir alkinlər. Alkinlər bu şəkildə yazılır. 2. Alkanların formulu bu şəkildədir. CnH2n+2. Hamı özünü digər gələn karbohidrogenlər özünü alkana bənzətmək istəyir. Baxıram ki, 2 dənə hidrogen çatmır. Deməli, özünə neçə dənə hidrogen birləşdirməlidir? 1 mol H2 birləşdirməlidir. Bu da birləşmə reaksiyasıdır. Həmçinin hidrogenləşmə reaksiyasıdır. Sonra gəlir asetilin, yəni doymamış karbohidrogenlərdən alkadenlər və alkinlər. Eyni formaya malikdirlər. Baxıram ki, bu formula gəlmək üçün neçə dənə hidrogen çatmır? 4 dənə hidrogen atomu, 2 mol hidrogen və yaxud da 4 dənə hidrogen atomu nədir? Çatmır. Və yaxud da bu şəkildə yazıram. Deyirəm, bura nə qədər hidrogen çatmır? Neçə dənə hidrogen çatmır? Olmalıdır, 1 dənə hidrogen olmalıdır, təhqat olmalıdır da hamısı. CH3, CH3 olmalıdır. Aydın oldu mu? Və yaxud 3 qat olanda da neçə dənə hidrogen yazırsan? 2 dənə hidrogen yazmış olacaqsan. Bunu da mütləq şəkildə yadımıza saxlayaq. Bu oldu birləşmə reaksiyalar. Birləşmə reaksiyasını başa düşdükmü? Başa düşdük birləşmə reaksiyalarını. Bəli. İndi keçirik nəyə? Əvəz etmə reaksiyası. Zeynəb, yatma orada qızım, qulaq as. Aha, ikinci gəlir əvəz etmə reaksiyası. Əvəz etmə. Əvəz etmə reaksiyası nədir? Bəsit, mürəkkəb, nə alınmalıdır yenə? Bəsit, mürəkkəb. Aydın oldu. Deməli, bəsit mürəkkəb. Məsəl üçün, tutaq ki, yazıram dəmir 3O4. Bu nədir? Mürəkkəb. Üzərinə gəlirəm alüminium. Deməli, buradan alınır nə? Alüminium oksid, üstə gəlinəm dəmir. Bu necə reaksiyadır? Əvəz etmə reaksiyasıdır. Və yaxud da mən deyirəm ki, metalların su ilə reaksiyası əvəz etmə reaksiyasıdır. Hansı metallar adi şəraitdə su ilə reaksiya gedirdi? Bunları bilirik. Birinci qrup lityum, natrium, kalium, libidium, sezium. İkinci qrup qələvi torpaq metalları, kalsium, barium. Məsəl üçün birini yazıram lityumun su ilə reaksiyasına. Biri bəsitdir, biri mürəkkəb. Nə alınır burada? Lityum OH və hidrogen qazı ayrılır. Amma digər yerdə qalan metallar, bunlar adi şəraitdə qələvi əmələ gətirir və hidrogen qazı ayrılır. Amma digər yerdə qalan metallar, yəni hidrogendən sonra gələn mis, civə, platin, qızıl bunlar olmasın, gümüş bunlar olmasın. Yerdə qalan orta aktiv metallar da reaksiyaya girir su ilə. Amma temperatur şəraitində bu zaman nə əmələ gələcək? Dəmirin oksidi və ümumiyyətlə digər oksid, dəmir və bir də hidrogen. Aydındır? Yəni bu şəkildə yadımızda saxlayaq ki, burada nədən söhbət gedir. Sonra əvəz etmə reaksiyalarına nəyi misal göstərə bilərəm? Təzə ədəbiyyatlarda maqneziumun su ilə reaksiyasında veriblər. Burada əsas alınır. Qələvi yox ha, əsas alınır, amma temperatur şəraitində və hidrogen qazı ayrılır. Əvvəlki kitablarda maqnezium oksid verilir. Amma yadınızda saxlayın ki, bu da qələvilər kimi əsas əmələ gətirir. Amma necə əsas? Suda həll olmayan əsas. Biz suda həll olan əsaslarımızı tanıyırıq, bilirik. Sonra həmçinin alüminium da su ilə reaksiyaya girir. Su ilə reaksiyaya girir, amma adi şəraitdə su ilə reaksiyaya girmir. Çünki alüminiumun səthində nələr var? Oksid təbəqəsi var. Onu təmizləmək üçün civə 2 xloriddən istifadə olunur. Onu təmizləyəndən sonra bəli, civə 2 xlorid amalqama deyilir. Bu zaman nə əmələ gəlir? Alüminium hidroksid, hidroksida qələvi yox. Bir də hidrogen qazı çıxır. Bu da əvəz etmə reaksiyasına misal nümunə ola bilər. İndi sizə nə misal gətirəcəm? Silisium O2 üstəgəl nə əvəz etmə reaksiyalardır? Onları yazacağım. Burada alınır silisium və CO. Bu reaksiyadır. Və yaxud da silisium O2 karbon burada artıq yazılsa, bu zaman artıq silisium karbid əmələ gələcək. Silisium karbid. Bir də əmələ gələcək CO. Bunu da nəzərinizdə saxlayın. Sonra sizə diqqət. Sizə sual verilə bilər ki, məsəl üçün,
deyə bilər ki, 1. Kalsium oksid üstəgəl hidrogen. Sonra 2. Deyə bilər mis oksid üstəgəl hidrogen. Sonra 3. Deyə bilər dəmir oksid üstəgəl hidrogen qazı. 4. Deyə bilər kalium oksid üstəgəl hidrogen. Deyə bilər ki, bunlardan hansı reaksiya gedir və yaxud da hansı reaksiya getmir və yaxud da hansı reaksiyada metal reduksiya olunur. Sizcə, Zeynəb, yadındadırmı bu reaksiyalar? Sizcə? Deyin görüm. Hə? Zeynəb, hansı reaksiya gedəcək? Hidrogen kuprumdan daha güclü olduğu üçün getməyəcək bu reaksiya. İndi baxın. Bu reaksiyaların hamısı gedir, hamısı gedir, hamısı gedir, hamısı gedir. Burada nə alınacaq? Kalsium əvəz etmə reaksiyası da. Kalsium nə alınmalıdır? Bir də su. Kuprum deyil o, həmçinin. Burada nə alınır? Mis, su. Əvəz etmə reaksiyası da. Burada nə alınır? Dəmir, su. Biri bəsit biri. Burada nə alınır? Kalium, su. İndi baxın, hansında metal reduksiya olundu sizcə? Hansında? 2-dən 3-də. Niyə? Çünki bunlar bu pasiv metaldır biz. Dəmir orta aktiv metaldır. Biz bilirik ki, aktivlər kalsiumdan, bax nə əmələ gəldi? Kalsiumdan su. Burada alındı kaliumdan su. Deyirik ki, kalium suyu görən kimi özündən gedir. Suyu cumur suyun üstünə. Orada reaksiya gedir. Qələbəm elə gəlib, hidrogen qazı çıxır. Aldım mən metal oradan. Almadım, düzdür? Amma bu reaksiya getdi. Amma metal ala bilmədim. Amma burada isə metal aldım. Bax, burada isə metal aldım. Baxın, burada metal aldım. Reduksiya eləyə bildim metal, sərbəst metala kimi. Aydın oldu mu? Bu tip suallar düşə bilər. Yəni, yadınızda saxlayın. Aydın oldu? Bəli. Aha. İndi soram sizə nə sual düşə bilər? Tutaq ki, düşə bilər ki, nitrat turşusu qatı. Ümumiyyətlə, nitrat turşusunu harada gördünüz? Durusunu, nə bilim, qatısını harada gördünüz? Qatı. Və yaxud da qatı sülfat turşusu. Orada əvəz etmə reaksiyası gedə bilməz. Məsələn, natriumun H2SO4 durusu ilə mən burada əvəz etmə reaksiyası apara bilərəm. Hidrogen qazı çıxır. Amma qatısı ilə burada artıq əvəz etmə reaksiyası getmir. Və yaxud da bu nitrat turşusu qatı duru, bir də metallardan mis, civə, nə bilim, gümüş, platin var ha. Onu harada görürsəz bu metalları. O metallarda da əvəz etmə reaksiyaları olmayacaq. Metalların turşularla olsun. Yəni, ümumiyyətlə, mis, H-xlorla biz bilirik ki, getmir. Düzdürmü? Bu reaksiya zaten getmir. Bunlarla gedir. Qatı nitrat, duru nitrat, qatı sülfat. Onlarla da əvəz etmə reaksiyaları nə olacaq? Alınmayacaq. Aydın oldu mu? Bir də üzvü kimyanın əvəz etmə reaksiyaları var. Onları sizin nəzərinizə çatdırmaq istəyirəm. Məsəl üçün, alkanların xlorla əvəz olma reaksiyası var. Məşhur deyir ki, tam əvəz olma. Tam əvəz olma nə deməkdir? Karbon, hidrogenin hamısı xlorla əvəz olunur. C xlor 4, üstəgəl H xlor əvəz olundu. Burada nə qədər hidrogen çıxıb? 4 dənə. Deməli, burada da 4 dənə xlor, burada da 4 yazanda nə olur? Bərabərləşəcək. Aydın oldu mu bu hissədə? Əvəz olunma reaksiyaları. Sonra, özü kimyada başqa əvəz olunma, məsəl üçün, sənə deyə bilər ki, C-in, H2-in bu alkindir. Artıq bir dənə 1-2 qat rabitə var, hidrogenin biri çatmır. 2 hidrogen atomu çatmır, 1 mol hidrogen atomu çatmır. Bunu deyir, əvəz elə bir dənə xlor birləşdirmə. Tam əvəz olunma. Ümumiyyətlə, tam birləşmə nə deməkdir? Pi rabitənin sayı nə qədərdir? Bir dənə. Bir dənə pi rabitənin sayı qədər birləşdirir. Bir də hidrogenlərin sayı qədər əvəz olunur. Yəni, 2 en qədər hidrogenlərin sayı qədər, bir də bir dənə pi qədər. Bu əvəz olunmadır. Bu isə nədir? Birləşmə. Sənə desə ki, ayrı-ayrı sual versə ki, alkin, C-in, H2-in. Əvəz olma reaksiyasına nə qədər hidrogen birləşdirir? Deyirsən ki, 2-in qədər. Və yaxud da birləşməyə nə qədər birləşdirir? Pi burada bir dənədir. Pi rabitənin sayı tam deyirsə birləşdirmə reaksiyası, onda nə edirsən? Əvəz olunma və birləşmə hamısı bir yerdə 2 plus 1 qədər nə edirsən? Hesablayacaqsan ki, nə qədər birləşdirdi. Yəni 2 plus 1 qədər. Və yaxud da alkadiyenlər və ya alkinlərdə. Dedik ki, əvəz olma hidrogenlərin sayı qədərdir. Burada 2 dənə pi var, üstə gəlsən 2 dənə pi-ni. Deməli, nə qədər oldu cəmi? 2-in qədər nə olur? Tam xlorlaşmaya, xlor molekulu sərf olunur. Vəssalam. Bunu da başa düşdükmü? Keçirik nəyə? Parçalanma reaksiyasına. Nəyə? Üçüncü parçalanma reaksiyası.
Parçalanma reaksiyası da asandır. Buna analizdə deyirlər. Parçalanma. İndi baxın, mürəkkəb maddədən nə alına bilər? Bəsit alına bilər. Sonra mürəkkəb maddədən nə alınır? Mütləq mürəkkəb maddə olmalıdır. Mürəkkəb maddə alına bilər. Sonra mürəkkəb maddədən nə alına bilər? Bəsit maddə alına bilər. Gəlin nümunə yazaq. Bu bəsitə nə misal göstərə bilərəm? Suyun parçalanması misal göstərə bilərəmmi? Düzdür. Dəmsallaşdırmıram da, özünüz bilirsiniz. Mürəkkəb maddə məsəl üçün kalsium karbonatın parçalanmasını göstərə bilərəmmi? Kalsium oksid CO2. Sonra mürəkkəb basit, məsələn, kalium xloratın parçalanması, kalium xlor üstəgəl oksigen qazı. Göstərə bilərəmmi? Alındı mı? Sonra metal OH-ları deyib parçala. Mən bilirəm ki, suda həll olan əsaslar, qələvlər parçalanmır. Yerdə qalanlar parçalanır. Məsələn, dəmir 3 hidroksidi parçalanır. Nəyə parçalanacaq? Dəmir 3 oksidə və suya parçalanacaq. Bu aydındır. Yəni parçalanma reaksiyaları da bu şəkildə gedəcək. Sonra orada bəzi reaksiyalar var. Onu əzbərləmək lazımdır. Zaten o dərs keçəndə biləcəyik. Üstündən keçim. Məsələn, amonium bixromatın parçalanması var. Parçalanma reaksiyasıdır. Sonra amonium nitratla amonium belə deyək. Bir dənə bunu silim. Amonium bunu yazdım bir dəqiqə. Bəsit mürəkkəb. Burada amonium nitratın parçalanması var. NO3. NO3 olanda N2O su əmələ gəlir. NH4 NO2 olanda N2 və su əmələ gəlir. Bunu da yadımızda saxlayaq. Sonra metanın 3 cürə parçalanması var. Bunu yadımızda saxlayaq. 1000 dərəcədə karbona parçalanır, 1500-də asetilinə, 550-də isə etilinə parçalanır və bunu da niyə yadımızda qalsın. Bu üçün parçalanma reaksiyasıdır. Keçirik badilə reaksiyasına. Badilə reaksiyası çox maraqlıdır. Yəni çox suallar da elə mübadilə reaksiyasından əsasən düşür. Mübadilə. Deməli burada nə baş verir? Əgər duz bir dəqiqə. Duz yazıram. Duz plus duz. Reaksiyaları birinci. Bir də yazıram duz plus metal OH. Necə? Nə zaman gedə bilər? Bax, birinci mən yazıram ki, əgər sol yazıram, bir də sağ yazıram. Sol bildizdə oxdan əvvəl və sonra sağda məhsullardır. Əgər birinci çöküntü varsa solda, bax solda çöküntü varsa, onda bu reaksiya neyniyəcək? Sağda getməyəcək. Solda çöküntü varsa sağda bu reaksiya getməyəcək. Şərtlərimizdir. İkinci qayda. Solda çöküntü yoxdur. Sağda da çöküntü yoxdur. Onda bu reaksiya nə olacaq? Axıra qədər getməyəcək. Aydındır, dönən reaksiya olacaq. İndi üçüncü qayda. Solda çöküntü yoxdur. Sağda isə deməli, çöküntü var. Çöküntünü belə işarələyim. Çöküntü var. Deməli, bu reaksiya nə olacaq? Axıra qədər gedəcək. Çöküntü varsa getmir reaksiya. Çöküntü hər iki tərəfdə yoxdursa, reaksiya nə olur? Axıra qədər getmir, yəni dönən olur. Bax, bu şəkildə. Və yaxud da çöküntü əvvəldə yoxdur, solda yoxdur. Sağda çöküntü varsa, bu reaksiya nə oldu? Axıra qədər getdi deyirik. Aydındırmı? Yəni, bir dənə ox qoyuram ki, yəni bu reaksiya getdi axıra kimi. Bu da aydın oldu. Vəssalam. İndi məsəl üçün tutaq ki, bunlara aid nümunə çəkək. Deyirəm ki, mis sulfat, bu həll olan duzdur. Üstünə gələm kalsium karbonat. Bu reaksiya gedirmi? Deyirsiniz, ay müəllimə, siz dediniz axı, ikisi də duzdur. Duz nə zaman gedir? İkisi də nə olsun? Reaksiyadan solda çöküntü olmasın, sağda çöküntü olsun. Axırıncı qayda. Baxıram ki, solda çöküntü var, bu birinci qayda uyğun gəldi. Bu reaksiya getməyəcək. Aydın oldu? Bu birinci qaydadır. İndi keçirəm ikinci qaydaya. İkinci qayda üçün məsəl üçün misal yazıram. Başqa məsəl üçün nə yaza bilərik? Deyirəm ki, mis xlor 2 üstə gəl natrium nitrat. İndi deyirsiniz ki, müəllimə, buradan alınır mis nitrat, bir də alınır natrium xlor. Fikir verin, hər ikisi həll olan duzlardır. Aydındır? Deməli, bu reaksiyada axıra qədər getməyəcək. İkinci qayda. Yəni, hər ikisi də həll olan oldu, çöküntü olmadı. Nə oldu bu reaksiya? Türkan, qızım, Zeynəb. Axıra qədər getməyəcək. Düzdür? Bu hissəni, bu qaydanı tutduq mu? İndi üçüncü qaydaya gedək. Üçüncü qayda nə idi? Deyir ki, üçüncü qayda, birincidə çöküntü olmasın.
Üçüncüdə, bunları da silim. Birincidə çöküntü olmasın, əsas da bunu şey eləyirlər. Çöküntü yoxdur solda. Sağda isə çöküntü olsun. Məsəl üçün, tutaq ki, deyirəm ki, mis xlor 2, üstə gəl natrium nə? OH. Burada nə alınır? Mis, OH 2 çöktü. Bir də nə? Natrium xlor həll olandır. Bu reaksiya nə oldu? Axıra qədər getdi. Bir dənə ox qoydum. Gördünüz? Bunu başa düşdükmü? Bəli, müəllim. Bir də o çöküntülərin də ayrı dərsi var. Necə? Çöküntülər hansılardır? Bu çöküntüləri keçmişik axı biz. Çöküntülər hansılardır? Məsəl üçün, sulfat xlorid turşusunda 2 dənə çöküntü var. Gümüş, xlorid, qurğuşun, xlorid, civəni yazmıram. Sulfatda hansılar idi Zeynəb? Kalsium, barium, stronsium, qurğuşun, bir də gümüş. Düzdür? Sonra hansı idi? Kimə aid eləmişdim? Hansılar idi? Sulfit idi, sulfit, karbonat, silikat, orta fosfat. Sonra bunların da hansı turşuları ancaq həll olurdu? Natrium, kalium, bir də amonium. Aydındır? Yerdə qalanlar həll olmayanlardır. OH-ları da zaten bilirik hansılar həll olur. Litium, natrium, kalium, libidium, sezium, bir də kalsium, barium, stronsium. Yerdə qalanlar çöküntülərdir. Aydındırmı? Bir dəqiqə mənim silməyin yazım var. Ben Başqa turşu yadımdan çıxmadı qızım. Zeynəb, bax gör yadıma sal. Həmçinin dedirsin. Bugün yadımdan çıxar. Düz yazdım. Bəli. Aha. Onda mənim natrium, kalium nədir o? Altda nəsə? Amonium. Qubdən qaraya keçin. Amonium. NH4. Natrium, kalium, amonium. Xəttim gözəldir, biləm. Həqiqi həkim olmalıymışsınız. Doğrudan. Bax, mənim ikilərim çox gözəldir özdə. Çox qəşəngdir. İki heç iki oxşamır. İkidir bax bunlar. Yaza bilirəm, hə? Sonra, bunu başa düşdük. İndi məsəl üçün, mən deyirəm ki, metal OH üstə gəl turşu oksidi nə zaman gedə bilər? Bax, diqqətli olun ha. Metal OH yazıram, üstünə turşu oksidi gəlməliyəm. Turşu oksidi. Bu nə zaman gedə bilər? Bu metal OH-ın yerində mütləq nə olmalıdır? Qələvi da yazmayayım da metallar tanıyırsınız da. Qələvi və qələvi hansılardır? Litium, natrium, bir ikisini yazıram, bəs oldu. Bunların OH-ları olmalıdır. Məsəl üçün yazıram kalsium hidroksid. Bu onların içində var da. Üzərinə turşu oksidi gələcək ki, bu reaksiya gedir. Amma yazsam ki, bu OH-ın yerində məsələn ferium OH2 CO2 ilə bu reaksiya getməyəcək. Aydındır? Getməyəcək. Bu reaksiya getmir. Yəni hansı hidroksid olmalıdır? Suda həll olan əsaslar, qələvlər olmalıdır. Və yaxud da amfoter oksidlər, gərək onları keçək, indidən məlumat verirəm. Amfoter oksidlərdə nə ilə gedir reaksiya? Ümumi məlumat verirəm, səhə görə tələsirəm. Turşularla və qələvlərlə gedir. Amfoter çili xarakteri daşıyır da, amfoter. Yəni həm turşu ilə gedir, eyni zamanda həm də qələvlərlə gedir və bunu da yadımızda saxlayaq. Bir də indi orada bir dənə vacib məqam deyəcəm. Qeyd eləyə bilərsiniz. Məsələn, əvvəllər natrium hidridin su ilə reaksiyasını dəyişmə reaksiyası. Mübadilə həmçinin digər adı dəyişmə reaksiyasıdır. Burada natrium OH, bir də hidrogen qazı. İndi heç bir reaksiya tipinə buna aid eləmirlər və diqqətli olun ha. Səni verib çaşdıra bilərlər. Bu mübadilə reaksiyası deyil. Ümumiyyətcə reaksiyanın heç bir tipinə aid deyil. Bunu da yadımızda saxlayaq. Aydın oldu mu? Aydın oldu? Bəli. Bax, indi bir dənə də qaydanı deyirəm. Duz, bir də turşu. Turşu. Bu reaksiya nə zaman gedə bilər? Turşuların, belə deyək, qüvvətlilik cərgəsi var. Birinci hansı turşu gələcək? Sulfat. Sulfatdan sonra eyni qüvvətliyə malik olan turşular var. Xlorid, nitrat, bir də nə idi orada? Orta fosfat turşusu. Ondan sonra gəlir üzvü turşular. Yox, ondan sonra gəlir sulfit turşusu, H2 sulfit.
Sonra üzü turşular, ardıcıl yazıram. Qarışqa turşusu, sirkə turşusu, üzü turşulardır bunlar. Sonra gəlir orada karbonat turşusu, sonra gəlir orada sulfit. Sulfit zəif turşudur. Bir də H2, ən axırda silisium O3 turşusu. Deməli, sənə sual verirsək ki, duzla turşu nə zaman reaksiyaya gedə bilər? O zaman reaksiyaya gedə bilər ki, məsəl üçün, mən götürmüşəm natrium xlorid, üzərinə gəlmək istəyirəm sulfat turşusu. Natrium xlorid, üzərinə sulfat turşusu gəlmək istəyirəm. Nə gəlmək istəyirəm? Natrium xlorid. Baxıram ki, natrium xlorid bəli, şeydən zəifdir, sulfatdan zəifdir. Bu reaksiya gedə bilər, amma nə zaman gedə bilər? Bunu bərk halda götürürəm kristal halında, bunu da qatı halda götürürəm. Gedir, amma duru halda sulfat turşusu duru halda getmir. Aydındır? Bir də bax bu turşular bir-birlərini, bu turşuların duzları bir-birlərini çıxarda bilmirlər. Məsələn, nə zaman bu reaksiya gedə bilər? Məsələn, həll olan duzun üzərinə, gümüş nitratın üzərinə H-xlor götürürəm. Başqa vaxt getmirəm. Nə zaman gedə bilər? Axırda çöküntü alınarsa. Bax, axırda çöküntü alındı. Axırda çöküntü alındığına görə, bəli, bu turşu eyni qüvvətliyə malik olan turşunun duzundan sıxışdırdı, çıxartdı. Aydındırmı? Və yaxud da deyə bilərsiniz, burada H2S var. H2S zəif turşu olsa da, özündən əvvəl gələn turşunu duzundan sıxışdırıb çıxa bilər. Nə zaman gedə bilər bu reaksiya? Axıra qədər getmə şərtini ödəsə. Yəni, sonda çöküntü əmələ gələrsə. Aydın oldu bu hissədə. Tutdunuz söhbəti. Hə? Aydın oldu. Aha. Sonra indi burada nəyi misal çəkmək istəyirəm sizə, nəyi göstərmək istəyirəm. Tutaq ki, sənə deyir ki, bərkdən alınıbdır, bərkdir, bərkdən alınıb qaz, bir də qaz alınıbdır. İndi deyir, bunun qrafikini göstər. Qrafik nə oldu? Heç nə. Əvvəl bərk var idi. Sonra yoxa çıxdı, qaz idi, düzdür. Sonra sənə sual verilir ki, bərkdən al bərk, bir də nə al? Qaz al. Deməli, bunun qrafiki nə olacaq? Bərk idi, amma müəyyən qədər bərk qalıb, amma qaz da uçub da oradan. Müəyyən qədər azalma var, düzdürmü? Sonra sənə sual verə bilər ki, bərk üstəgəl qaz, alınır bərk. Deməli, bunun qrafikini göstər. Bunun qrafiki nə olacaq? Müəyyən qrafikdə bərk var idi, artdı axı. Məsəl üçün, kalsium üstəgəl oksigen, alınır kalsium oksid. Kalsium 40 idi, bərk olan kalsium idi. İndi bərk olan nə oldu? Kalsium oksid 56. 40-dan nəyə qalxdı? 56-ya. Bunu da neyin? Diqqətinizdə saxlayın mütləq şəkildə. Tutaq ki, sənə sual verir ki, bərk üstəgəl bərk, alınır bərk. Bunun qrafikini göstər, heç bir dəyişiklik olmadı. Yəni, kütlə olduğu kimi nə oldu? Qaldı. Bura qədər aydın oldu mu? Yəni, bunlar da elementar şeylərdir. Bunları da yadımızda saxlayaq. Tutaq ki, sizə bunun, düzdür, mən məsələ həllərini yazmışam. Amma yenə də istəyirəm ki, sizə başa salın. Tutaq ki, deyir ki, kalium xloratın parçalanması. Burada alınır kalium xlorid, bir də oksigen qazı. Əmsallaşdırıram və deyir, bunun parçalanmasını göstər. Parçalanmasını göstərəndə nə deyirsən? Müəyyən qədər bərk kütlə var idi. Oksigen qazı çıxdığına görə nə oldu burada? Azalma oldu. Amma tutaq ki, sənə göstərə bilər ki, bu şəkildə də göstərə bilər. Yəni, solda bir dənə bərk kütlə kalium xlorat idi. Düşdü aşağı. Deyirsən, ay müəllimə, bəs siz demədiniz ki, burada azalma var, bərkdən bərk qazı alınıbdır. Bəs yaxşı, onda bu qrafik doğrudur da, bu qrafik doğru deyil ki. Bu qrafik nə zaman doğru olmaya bilər aşağı düşmə? Məsələ həllinə baxıram. Məsələ həllində əgər ki, rəqəm verilibsə, tutaq ki, azalma verilib. Bax, burada verilibdir, bir müəyyən qədər başlanğıcda 147 idi, tutaq ki, bərk maddənin kütləsinin zamandan asılılığı. Burada da verilib, tutaq ki, 8,9. Azalma gəldi, düşdü bura. Deyirsiniz ki, müəllimə, bu azalma həmişə qrafikdə azalma qaza və suya aid olur. Buradan qaz çıxdığına görə bu azalma ilə buradakı fərqlə tapıram ki, bu oksigen nə qədərdir? Oksigenin azalması ilə də tapıram, görün buradan kalium xlorat nə qədər sərf olunub. Əgər 147-si də sərf olunubsa, deməli, qrafik buna uyğun gəlir, buna. Yox, 147-si tamamilə sərf olunmayıbsa, məsələn, müəyyən qədər 120 sərf olunub, onda bu qrafika uyğun gələcək. Aydın oldu mu? Yəni, tam sərf olunmayıbdır. 147-si tam parçalanıb, deyirik, bəli, bu qrafikdir. Yox, tam parçalanmayıbsa, burada hələ bərk kütlədə qalıbdır. Bərk kütlə mütləq şəkildə bunun biri budur, alınan maddədir. Yerdə qalan da tam parçalanmayıbsa kalium xlorat, yerdə qalan kalium xloratın artığıdır. Aydın oldu mu bu hissədə?
Tutdu söhbəti. Zeynəb, pay ver. Motivasiya ver, stimul ver. Aha. Sonra sizin qarşınıza nə çıxa bilər? Məsəl üçün sulfitlərin yanması çıxa bilər. Burada iki cür yanma var. Həm sink yanır, həm də kükürt yanır. Sonra dəmir sulfitin yanması çıxa bilər. Dəmir oksidi alınır, bir də SO2 alınır. Sonra burada çıxa bilər NH3-ün 2 oksigində yanması. Bir dəfə temperatur şəraitində yaranır N2 və su əmələ gəlir. Bunu yadımızda saxlayaq. Necə yadımızda saxlayaq? O ki, burada katalizator iştirak edirsə NO əmələ gəlir. Yəni day gəldi, sənə kömək elədi ki, azot burada oksidləşsin, NO-ya qədər oksidləşsin. İndi ay uşaqlar, mən istəyərdim istilik homogen reaksiyaları, istilik effektinə keçəm, orada məsələlər var. Sadəcə olaraq tələsmək istəmirəm, çünki orada diqqət ediləsi məqamlar var. Siz çaşa bilərsiniz. Bura qədər aydın oldu mu, nə izah elədimsə? Türkan da çıxır dərsdən. Aydın oldu mu, nəyə başa düşmədiniz? Buradayım mən. Yox, onu demirəm. Onda dərsin yoxdur sənin. Biraz gelişə bilərəm də. İzah eləyim onda. Məsələ həlli də var. Prosto qalıram belə ki, məsələ həllini izah edin. Devam edin. Aha. İndi yaxşı. Mən demişəm ki, Zeynəb, deyəcək müəllimə homogen, heterogen asandır. Bax, homogen, heterogen reaksiyalar var. Bunlar nə deməkdir? Məsəl üçün, mən yazıram bura N2 üstəgəl 3H2. Mən bilirəm ki, azot da qaz halındadır və hidrogen də qaz halındadır və burada nə baş verir? Bu reaksiya nədir? Qaz, qaz, qaz. Homo sözü eyni deməkdir. Aiddir bu nəyə? Qaz plus qaz olmalıdır. Maye plus maye olmalıdır. Məhlul plus məhlul olmalıdır. Məhlul. Deməli, bu nədir? Homogen reaksiya. Homogen. Reaksiyaları aid. Bax, bərk oldu var ha. Ya eyni aqreqat halında olsun, söhbəti yoxdur. Bu aid deyil homogenə. Bərk gördüm, qutardım məsələ. Yəni niyə görə olmur? Çünki heterogen maddə reaksiyada bərk maddənin səthində gedir də. Yəni biri var məhlulun bütün sistemdə getsin, biri var orada bərk maddə görsənir, yəni orada səthdə gedir. Onda oradan homogen reaksiyadan söhbət gedə bilməz. Bir də var, məsəl üçün, mən burada daha doğrusu nəyə göstərmək istəyirəm? Həcmin dəyişməsi var. Həcmin dəyişməsi və yaxud dəyişməməsi. Deyir, həcmin dəyişmə. Qazlarda həcm əmsalla eynidir. Məsəl üçün, solda 4 həcm, yəni 4 mol qaz var. Bir dənə azot, 3 dənə hidrogen. Sağda isə 2 dənə qaz var. Deməli, həcm dəyişdi. Həcm dəyişdi. Aydındır. Qazlarda nə oldu? Burada həcm dəyişdi. Həcm dəyişmir. Məsəl üçün, bax burada dəyişmədi. NO. İndi bu gələcək dərslərimdə daha aydın olacaq. 2 dənə qaz girdi, 2 dənə də qaz alındı, bərabər oldu. Burada həcm dəyişmədi. Və yaxud da sizə sual verilə bilər, H2 alınır, H2. Bərklərə baxmıram, ancaq qazlara baxıram. Burada da həcm dəyişmədi. Aydın oldu mu? Homogen reaksiyalardan yəni bir-iki misal da çəkdim. Və yaxud da homogen reaksiya deyirsə, homogen reaksiyada ancaq qazlara, qaz halında olan maddələrə nə etməliyəm? Mütləq şəkildə fikir verməliyəm və yaxud da maye halda olmalıdır. Məsələn, maye misal nəyə göstərir? Məhlul daha doğrusu. Misal nəyə göstərə bilərəm? Natrium OH məhluldur. Üstünə gəlirəm, xlorid turşusu məhlul. Alınır buradan nə? Natrium xlorid və su alınır. Bu da nəyə aiddir? Homogen. Nəyə aiddir? Homogen deməli reaksiyalara misal ola bilər. Sonra bir də nəyə indissə misal? Bu həcm dəyişməsini bildiniz də qazlara aiddir reaksiyalarda. Və qazlarda da hansı həcminə baxırsan, sol sağa, əmsala baxırsan, ona uyğun da müəyyən edirsən ki, məsələn, tutaq ki, deyirəm 2CO üstəgəl oksigen. Burada nə alınır? 2CO2. Həcm solda nə qədərdir? Hamısı qazdır, qazdır. Həmçinin homogen reaksiyadır bu. Deməli, 3 dənə 3-dür əmsal, sağda 2-dir. Həcm dəyişdi, azaldı. Aydındırmı? Aydındırmı? Başa düşdük? Vəssalam. Sonra İndi mən beyninizi qarışdırmaq istəmirəm. Tarazlığa gələndə ümumiyyətlə başa salacağım ki, həcm dəyişəndə təzyiq necə dəyişir. Onu qarışdırmaq istəmirəm beyninizi. Bugün bizim istilik effekti dərsimiz. İndi istilik effektindən danışırıq. İstilik effekti nədir? İstilik effekti Q hərfi ilə işarə olunur. Q.
Yəni bu Q-dır, Q deyilir buna. Vahidi kilojoldur. Yəni Q-nun vahidi nədir? Kilojoldur. Mən reaksiya yazıram. Tutaq ki, azotun hidrogenlə reaksiyasını yazıram. Burada alınır 2NH3. Aha, Q həmişə reaksiya bitişi olur. Məsəl üçün, burada müsbət Q yazıram. Bunun da istilik effekti 92-dir. Nə dedim? İstilik effekti həmişə reaksiyaya bitişik yazılır. Və bir var istilik effekti kilojol, bir də var delta H. Delta H isə sistemin entalpiyasıdır. Sistemin entalpiyası, sistemin yəni daxildəki enerji dəyişməsidir. Aydındırmı? İndi mən əgər burada delta H kənarda yazılır və istilik effekti ilə qiymətləri, ədədi qiymətləri eynidir, sadəcə işarəcən fərqlidir. Əgər bu müsbət 92-dirsə, bu mənfi 92 olacaq. Mənfi 92 olacaq. Buna da deyilir entalpiya. Aydın oldu mu? Yəni kənarda yazılır reaksiyanın kənarında və əks işarə ilə nəyə bərabərdir? İstilik effektinə bərabər olacaq. Və biz də nə keçmişik? Demişik ki, eksotermik reaksiya istiliyin ayrılması ilə gedən reaksiya. Yəni ekso nədir? Xaricə, müsbət Q. Bir də nə var? Endotermik reaksiya. İndi bir dəqiqə mən bunu qısaldım. Ekso qısaldım. Ekso yazıram da. Ekso bir də nə yazım? Endo. Endo daxilədir mənfi Q, ekso isə müsbət Q-dur. İndi nə deyir burada? Söhbət nədən gedir? Eksoda Q sıfırdan böyük olur mütləq şəkildə. Yəni müsbət Q olur da burada bildik. Sonra delta H isə burada sıfırdan kiçik olacaq. Endoda isə Q sıfırdan kiçik olur, yəni əks olur da. Delta H isə nə olur? Sıfırdan böyük olacaq. Sonra həmçinin burada Q bərabərdir mənfi delta H. Burada isə delta H bərabərdir, mənfi Q-ya bərabər olacaq. Bunu da mütləq şəkildə neyniyək? Yadımızda saxlayaq. Aydın oldu mu? Başa düşdük. Tutaq ki, sənə deyir ki, bərk əmələ gəlib, maye əmələ gəlib, bir də əmələ gəlib qaz. Deyir, bunların istilik effektlərini müqayisə elə. Bərk əmələ gəlib, reaksiyadan sağda bərk, maye, qaz əmələ gəlib. Deyir, bunların istilik effektlərini müqayisə elə. Deyirsən ki, əgər istilik effekti müqayisə eləsən, bərk böyükdür mayədən, o da böyükdür qazdan. İstilik effekti Q cəhətdən. Yox, delta H cəhətdən tərsinə olacaq. Delta H cəhətdən qaz böyükdür mayədən, o da böyükdür bərkdən olacaq. Aydındır? Məsələn, sənə sual verilsə ki, su maye, su bərk. Hansının istilik effekti çoxdur? Biz deyirik ki, istilik effekti cəhətdən bərkin istiliyi nədən böyükdür? Mayədən böyükdür. Çünki böyük aqreqat halından kiçik aqreqat halına keçdikdə istilik azalır, axı mənfi olur da, endotermik reaksiya olur. Aydın oldu mu bu hissələrdə? Başa düşdük? Bəli. Aha. Sonra nəyi başa salmaq istəyirəm sizə burada? Standart əmələ gəlmə entalpiyası var. Bəsit maddələrdə öz aqreqat halında sıfırda. Bəsit maddələrdə öz H2 yazıram. Biri var qaz yazıram. Biri var H2 maye yazıram. Biri var H2 nə yazıram? Bərk yazıram. İndi deyirəm ki, bunun hansında entalpiya, yəni standart əmələ gəlmə entalpiyası dedik, bəsit maddə. Bu üçü də bəsitdir. Hansında sıfırdır? Deyirsiniz ki, hidrogen adi şəraitdə nə haldadır? Qaz halında. Deməli, bax, burada sıfır olacaq. Belə şeylərə fikir verin. Və yaxud da tutaq başqa karbon yaza bilər, maye hal yaza bilər, nə bilim, dəmir yaza bilər, buxar halı yaza bilər və yaxud da yaza bilər sənə burada yaza bilər, N2 yaza bilər, qaz hal yaza bilər. Deyər, bunların standart əmələ gəlməsi entalpiyasını göstər. İndi deyəcəksən, hər üçü bəsitdir, xeyr. Hansı normal halda öz aqreqat halındadırsa, onun nəyi əmələ gəlmə entalpiyası sıfıra bərabərdir. Yəni, burada N2 nədir? Qaz halındadır, o sıfıra bərabərdir. Bilirəm, dəmir bərk haldadır, karbon da nə haldadır? Bərk halda yazılsaydı, bəli, onu mən sıfır halında qəbul edəcəkdim. Aydındır mı? Bax, bu şeylərə də mütləq şəkildə fikir verin. Buralar aydın oldu mu? Bir dənə nüans deyəcəm. Bir dənə diqqətli olun. Bütün birləşmə reaksiyaları, nə dedim? Bütün birləşmə reaksiyaları eksotermikdir. Yalnız azotun oksigenlə reaksiyası endodur. Sonra karbonun sulfitlə, kükürtlə reaksiyası, karbon disulfitin əmələ gəlməsi. Bir dənə
Bir də CO2-nin karbonla kömürləşməsi, bu da endotermik reaksiyadır. Bu üç reaksiya nədir? Birləşmə olmasına baxmayaraq endotermik reaksiyadır. Bütün parçalanma reaksiyaları endotermik reaksiyadır. Amma yeganə NO-nun parçalanması eksodur, müsbət Q-dur. Bir də amonium bixromatın parçalanması nədir? Xrom 2O7. Bu isə nədir? Eksotermik. Orada çoxlu istilik ayrılır. Deməli, bu nə olacaq? Eksotermik reaksiya olacaq. Bütün parçalanma reaksiyaları nədir? Endotermik reaksiyalardır. Məsələn, oksigendən ozonun alınması endotermikdir. Fotosintez prosesi, fotosintez nədir? Fotosintez prosesi endotermik reaksiyadır. Bunu yadımızda bir mənalı şəkildə saxlayaq. Bir də sizə hansı reaksiyaları demək istəyirəm. Məsəl üçün, xlor 2-dən deyirəm ki, 2 xlor atomu alınıb. Xlor molekulu parçalanıb da, kim xoşuna gəlir ki, parçalansın, bir molekul parçalansın 2 atoma. Əgər xlor atomundan xlor molekulunu alıramsa, bu nədir? Eksotermik olacaq. Və yaxud da kükürt 16 yazıram, 2 mənfi yazıram. Kükürt 16, 4 müsbət yazıram. Burada deməli, mən bunu qayda eləyirəmmi? Bax, yox, gedir. Burada neçədən elektron var? 18. Burada neçədən oldu? 12. Deməli, elektron azaldı. Bu nə olacaq? Mənfi Q. Və yaxud da azot yazıram, atom halında 7-dir. Burada da azot 7 yazıram, mənfi 3 yazıram, burada 10-dur. Elektron artdı, müsbət Q, yəni elektron artırsa eksotermik, azalırsa endotermik reaksiya olacaq. Və yaxud da bərk maye dedik, qaz istiqamətində mənfi Q-dur, geri qayıdış isə qazdan bərkə nə olacaq? Müsbət Q, yəni eksotermik reaksiya olacaq. Sonra bir dənə də nüans sizin xatırladım, sizə diqqətinizə çatdırım. Qazın oksigende yanması var, mayenin oksigende yanması var. Buna məsələn Q1 deyək, burada ayrılan istə, bura Q2 deyək. Bir də bərkin oksigende yanması var, buna da Q3 deyək. Deyir ki, bunun istilik effektini müqayisə ilə bilirik ki, qaz yananda daha çox istilik ayrılır. Onda nə olacaq? Q1 böyük olacaq nədən? Q2-dən, o da böyük olacaq nədən? Q3-dən. Bunu da yadınızda saxlayın. Bax, diqqətli olun ha. İndi bir dənə də diqqətinizə bir şey çatdıracağım. Biri var, qaz yanır, maye yanır, bərk yanır. Qazda daha çox istilik lazımdır. Amma deyirəm, əmələ gəlir qaz, maye, bir də əmələ gəlir bərk. Bu Q1-dir. Bu Q2-dir, bu da Q3-dir. Bunun istilik effektlərini müqayisə elə. Onda deyirəm ki, bərkin yanması, əmələ gəlməsi üçün daha çox istilik lazımdır. Onda nə olacaq? Bərk böyükdür mayədən, o da böyükdür qazdan. Buna da fikir verin. Əmələ gələn zaman bərk də böyük olacaq istilik, amma yanan zaman isə qaza daha çox istilik sərf olunur və bunu da bir mənalı şəkildə yadınızda saxlayın. Gələn dərsi mən sizə artıq məsələ həllərinin izahını verəcəm. Yəni, o düşür 2-ci günə, düzdürmü? Ancaq məsələ həlləri işləyəcək. Elə bunu da hədəfdə də, topluda da baxarıq, güvəndə də baxarıq bu məsələ həllərinə ki, tam bu məsələ həlləri otursun. Zaten 5-6 məsələdir. Onun da üzərində izah versək sizə daha aydın olacaq. Bu nəzəriyyə hissəsidir. Kimə nə aydın olmadı? Buradasınız. Aydın oldu. Oldu. Uşaqlar sağ olun. İnşallah dərsə gedin, gecikməyin. Oldu, sağ olun. Müəllimənin də haqqına girməyim. Oldu, sağ olun uşaqlar. Görüşərik. Sağ olun. Sağ olun.